Belə bir sadə olimpiada məsələsi təqdim etmək istəyirəm. Natural ədədlər çoxluğunda bu tənliyi həll edin. Deməli, A kiçikdir, bərabərdir B. Qəbul edirik və biz burada kiçiyini qoysaq, alırıq ki, 1 bölü A üstə gəl 1 bölü B böyükdür, bərabərdir 3/1. Daha doğrusu A. Hər ikisinin yerinə A qoyduq. Burada da alırıq 2 bölək A böyük bərabərdir 3/1 və burada da A kiçik bərabərdir 6-da. İndi 6-nın yerinə siz fikirləşirsiniz 1 ola bilməz, çünki 1 olsa buradan böyükdür. Və 2 də ola bilməz, çünki B-dən böyük olmalıdır. Deməli, onda belə çıxır ki, A 3, 4, 5, 6 olmalıdır. Yerinə qoysaq, 3 qoysaq 3/1 alınmır, qalır 4-ü. 4-ü qoysaq, burada biz alacaq ki, 4/1 bərabərdir 4/1 üstə gəl 1 bölü B bölək 3. B-ni buradan tapa bilərik. 1 bölü B bərabərdir 3/1 çıxaq 4/1 12-də 1. B bərabərdir 12. Deməli, A 4 olanda B 12-dir. İndi B-nin yerinə 5 qoyaq, A-nın yerinə 5 qoysaq, alacaq 5/1 üstə gələk 1 bölü B bərabərdir 3/1-ə. 1 bölü B bərabərdir. Keçirsək, baxsaq, 15-dir ki, B kəsrədə də olur, ola bilməz. Üstünə xətt çəkirəm. Sonra nəhayət 6-cı, axırıncı 6-nı qoysaq, 1 bölək 6 üstə gələk 1 bölək B bərabərdir 3/1. Bunda 1 bölək B bərabərdir 3/1-dən 6/1-i çıxsaq, 1 bölü B bərabərdir 6/1. B bərabərdir 6. Beləliklə biz misalı həll etdik. Köklərimiz natural ədədlər çoxluğunda 4 və 12 və ikinci kökümüz 6 və 6-dır. Sağ olun, gələn görüşlərə qədər.